Məsələn, mən xatırlayıram ki, Süleytin Əkbər, buradan salamlaram Süleytin bəy, bilməm niyə bizdən küsüb efirə gəlmir. Çox adamlar. Nəysə, Süleytin bəy bu məsələ ilə bağlı çıxış eləmişdi illər öncə də, deyəsən Əlfəz Elçibəyin sağlığında və Əlfəz bəy demişdi ki, elə SSR-nin Kremlin məqsədi o idi ki, bizi bir-birimizə salışdırsın və gedəndə sizə elə gəlir ki, o arxivi burada qoyub getmişdi. O bizi bir-birimizə düşmən eləyəcək saxta sənədlər qoyub getmişdi ki, o arxivlər açılsa, yenə bizim milli vətənpərvərlər xain adlandırılsın, millət bölünsün, parçalansın. Əsl arxiv isə Moskvaya daşınmışdı. O ayrı tarix. Mən meydanın tarixini deyirəm. Meydanın KGB-də olan xronikası var, onu deyirəm. Buyurun. Yəni, bütün hallarda düşünürsünüz ki, onu... Meydandakı hadisələri görsətsinlər. Çox maraqlı görsün, Azərbaycandadır. Kimlər çıxış edib görsətsinlər. Kimlər orada hoya basılıb, onu da görsətsinlər. Kimin necə nəfəs aldığı orada görsənir. Bax, gözəllik olur. Siyavuş bəy, mən KGB-nin metodlarından danışdım. Həbslərdən sonra siz necə azadlığa çıxırdınız? Yəni, hansı proses? İndi məsələn, çox maraqlıydı. Çox sonradan biz çox ağır həbslər yaşadıq. Yəni, Milli Azadlıq Hərəkatının üzvlərinə çox ağır maddələr irəli sürüldü, illərlə həbsxanada olanlar oldu, siyasi məhbus həyatı 10 illərlə yatanlar oldu. Siz özünüz neçə dəfə həbs oldu? Mən elə gəl sizə yazıdan çıxıb ki, Siyavuş bəy, neçə dəfə həbs olunmusunuz? Necə olurdu azadlığa çıxırdınız? Bax, o vaxtları, o meydandan tutulan, ümumiyyətlə Azərbaycanda həbs haqqında o müxtəlif əfsanələr, müxtəlif şayələr yazılırdı, qurulurdu. Hamı da həbsxanaya bir vahiməli bir yer kimi baxırdı. Bugün də elə bir məqam var. Amma biz meydanda tutulduq. Məsələn, meydanda bəy mənə dedi ki, qadınları, yaşlıları, uşaqları meydandan çıxardı. Axırıncı gündür, bilirdilər. Dedi ki, bu gecə meydanı dağıdacaqlar. Və kimlər imkan var, kimlər qalmaq istəmir, mən də çox dostlarımızdan çıxartdıq meydandan. Meydanda 300 neçə nəfər adam qalmışdı. Hamı yığışmışdı meydanın düz ortasına, tribunanın qabağına. Hətta Qarbaçovun da şəkillərini tutanlar var idi. Dairəvi şəkildə oturmuşdu sonra. Birinci qıraqda bizim o idmançılar yığışmışdı, durmuşduq mühafizə kimi. Ondan sonra gənclər, sonra kişilər, sonra qadınlar, ortada da Əlfəz bəy, Allah rəhmət eləsin, xudu Neymət idi, Xəlil Rıza idi, Talis Xarisbəyli idi, Allah rəhmət eləsin. Bir neçə nəfər var idi, amma bunlar gəldilər, o vaxtki inturist tərəfdən gəldilər və o zirehli maşınların üstündə də bir şey vardı, projektorlar var, narıncı şüada. Rəngdə bir işıq buraxırdı, adam baxanda gözləri bir neçə saniyə heç nə görmürdü. Bunlar gəldilər, belə üstümüzü əzdilər də, demək olar ki, bunların qabağında zirehli. Mən istəmirəm, bugün o şeylərdən danışaq, amma bu bizim tariximizdir, bilməliyik. Onlar məcbur qalıb, biz qabaqlarına düşdük, bizi döyə-döyə. Sonra da məlum oldu ki, dəniz vağzalı ilə o bir otelin arasından belə koridor açıblar. Oradan bizi Qaqarin körpüsünə dönəndə, o vaxt indi yadına gələnlər var. O corab zavodu var idi, orada köhnə tikillər var. Qara şəhər idi da ora. İndi Allah'a şükür Ağşəhər olub, bəli. Port Bakının indiki yerini deyil, bəli. Tam yeri. Qaqarin körpüsündən yenən kimi. Orada məlum oldu ki, bunlar qabağı da kəsiblər. Orada da bizim çıxacaq yerimiz yox idi. Bir nəfəri oradan çıxartdıq, başladı Neymət Pənahlı olmağına. Mən elədim onu, həll elədim. Bəy dedi ki, Neymət Əcəl saldınız, 30-durdu, yadıma gəlir o. Sən danışmışsınız Tədbiri yardım maşınında. Ondan sonra biz gəldik, bir dənə çıxış yolu qoymuşdular. O çıxışda birbaşa həbsxana maşınının qapısına gedirdi. Biz gəldik, bizi mindirirlər qapıya, gözlərində gətirirlər, bayıla saldılar. Bax, bir nəfəri də qeyd eləmək istəyirəm. O vaxt bayılın rəisi var idi, Ömərov familiyasında. Ömərov, heç sonra görmədim. Yaşlı bir dənə kişiydi, uca boy. Nəsə o Zaqatala şəkil zonasından idi, Balakən zonasından idi dedilər, Ömərov familiyasında. Bu həbsxananın rəisi idi. Bizdə gəlib hər bir tərəfdə döyülmüş, tubinka ilə əzilmiş, burada gəlib yığılmış. Bu gəldi bizə dedi ki, bax, onda milli birlik, onda
gördüm mən həqiqətən də. Həbsxana rəisidir. Gəl dedi ki, siz bizim xalqımızın qaymaqlarısınız. Yəni bunu sizə həbsxana rəisi dedi. Bəli. Bax, o sözdən sonra bizim uşaqlardakı o həbsxana xofu Dağıldı. getdi, dağıldı. Yəni burada Yəni artıq biz cinayətkar işgəncə deyilik. olmayacaq. Bax, biz bu haliyyədə olan dövlətə, hökumətə, imperiya qarşı çıxmışıq, biz tutulmuşuq, biz həbsxanaya gətiriblər, biz orada bir işıq görürük. Və o işıq bizə deyir ki, siz bu millətin qəhrəmanlarısınız, qaymaqlarısınız. O bizim həbsxana yaşı, biz bir aya qədər qaldıq, bir ay yeni ilə yaxın. İttiham irəli sürürdülər sizə, yəni rəsmi sənədləşmədən başqa. Bizə xat alırdılar, Rusca gəlirlər, bizim sənədlərimiz adını eləyirlər. Sonra bizi apardılar xələt türməsinə. Heç bilmirik ki, saat 3 idi, 2 idi. Hara gedirsiniz? Mindirdilər bir varonok deyirlər, həbsxana maşınına. Və bizi oturmaq yeri yoxdur. Ancaq ayaqüstə durmaq imkanı olan bir tərzdə, bir məsələn 8 nəfər yerə 20 nəfər, 20-30 nəfər yığırdılar. Bizi apardılar, biz bilmirik hara apardılar. Deyirlər ki, Azaqım çölünə apardılar bizi. Biraz Getdiniz Xələcə. Bizi apardılar Xələt həbsxanasına, səhər gün təzə işıqlananda bizi Xələcə yendirdilər. Baxdıq belə, haradır bura, kimdir? Nəzarətçilər var idi, onlardan soruşduq, dedilər ki, Xələt türməsi Salyandır. Orada da qaldıq, yeni ilə bir gün qalmış bizi buraxdılar. Buraxdılar, biz çıxmışıq. Bu yerli hökumətin qərarı idi, yoxsa Moskva istəmirdi münasibətlər gərginləşsin? Həmin Varanoqu sürə aparan, bizim yanımızda, üstümüzdə duran Ruslar idi. Hamısı Ruslar idi, amma o həbsxanadakı işçilər Azərbaycanlılar idi. Orada çox qalmır, bir həftəyə 10 günə kimi qaldı, nə qədər. Maraqlıdır ki, oradan bizi buraxdılar. Buraxdılar, özü də axşamüstü buraxdılar. Axşamüstü bizim əlimizdə paltarımız yox. İstəksə deyəsən buraxırdılar. Biz yanıma gəlib 3 nəfər, 4 nəfər çıxdıq. Orada yolda durmuşuq, yolun qırağında bir kamaz gəldi. İndi bilmirəm, o adam sağdır, ya dünyasını, Allah rəhmət eləsin, dünyasını dəyişibsə. Yaşlı bir kişi idi. Bizi dedi ki, burada niyə durmuşsunuz? Dedi ki, biz meydandan tutulanlarıq, bilənlər. Dedi ki, bizim xəbərimiz var. Bizi götürdü, gətirdi Qaradağa. Qaradağ o kamaz maşını idi, gəlirdi oradan daş daşıma, aparmağa. Ora qədər gətirdi bizi, oradan sonra biz başqa bir maşın tapdıq, gəldik yataqxana, institutun yataqxanasına. Maraqlı şeylərdən biri də odur ki, bax, bizim institut bədən tərbiyəsi institutunu mən qutarmışam. Mən tutulan gündən bizim institutda bütün tələbələr boykot ediblər institutu. Dərsə getməyi. Baxın, bizim mətənət bazımız vardı, talih vardı, bizim Qazaxlı bir otaqda qaldıq. İndi qolların ikisi də yoxdur, Allah kömək olsun, müharibə də itiribdir. Dostumuzdur, bir tələbə yoldaşımızdan da evlənir. Və onlar hər gün institutun qabağına gəlirdi və Siyavuşa azadlıq deyirdi, heç kim də siniflərə girmir. Dərsə girmir. Dərsə girmir. Mən çıxana qədər heç kim dərsə girmir. Sonra Allah canını sağ eləsin, Ağacan Əbiyev bizim rektorumuz idi. İndi də biraz nasazlayıbdır, Allah şəfa versin. Ağacan Əbiyev öz xidməti maşınını vermişdi və bizim tələbə yoldaşlarımız indi Səvayelin icra hakimi idi, Asif Əsgərov, indi millət vəkilidir. O, bir də 3 nəfər başqası rektorun maşını ilə gəlmişlər mənim dalımda. Xələcə, həbsxanaya. Yəni, bunun özü də Ağacan müəllim bizə çox köməklər edir. Bax, məsələn, Yəhya müəllim, Allah kömək olsun, universitetin rektoru, o boyda hadisədən sonra universitetdən bir dənə Sakit qovulandı. Sakit o bayraq gətirirdi, tozluydu deyəsən, sonra heç görmədim. Bizim institutdan qovulanan olmadı. Bax, bunlar böyük işlərdir. Halbuki universitet hərəkatı, tələbə hərəkatı orada aparıcı gücü idi. Bir nömrəli idi. Biz elə oranı biz başlamışdıq. Sonra biz yallar başladı, sonra akademiya gəldi, sonra bütün zavodlar, fabriklər, dəmir yolu. Bəli. Zeynalabdin bəy əslində biz efirə dəvət elədik. Salamlayırıq buradan. Bugün işi var idi, amma növbəti günlərdə inşallah gələcək. Çünki bu böyük bir tarixdir. Hələ gedir.
5-nə kimi hələ Bəli. bu meydan davam edirdi. Meydan davam edir. Deyirdim və bütün Azərbaycan dəmir yolunu saxlamışdı. Bütün SSR dəmir Hə. yolu iflic olmuşdu. Bəli. Faktiki olaraq, yəni böyük bir Yəni, o iqtisadiyyat. mənada bu bayram ümumi bayram, ümumilli bayramdır. Ümumilli hərəkatın başlanğıcı günüdür. Ümumilli hərəkatın təməlinin qoyulduğu gündür. Bax bu gün elə bir gündür. Bir də əlamətdar məsələ də var, o da bu günə düşür. Bu gün 90-cı ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan milli bayrağının qaldırılması günüdür. Mən elə söhbəti ona Üst-üstə gətirmək gəlib istəyirəm ki, düşür. baxın, bəli, o O da meydanda bizim gözəl bayrağımızdır, bəli. Bayraq. həqiqətən